Salam, efirdə xəbərlərdir. Dünyada əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə ən yüksək göstərici El Salvadora aiddir. Azərbaycan Yəhudi mediası xəbər verir ki, Beynəlxalq Penitensiar Araşdırmalar Mərkəzinin nəzdində fəaliyyət göstərən World Prison Brief portalının son məlumatına əsasən, bu ölkədə hər 100 min nəfərə 1609 məhbus düşür. Siyahının növbəti yerlərində Kuba və Ruanda qərarlaşıb. ABŞ isə bu göstəriciyə görə dünyada 4-cü yerdədir. Dünyada ən çox məhbusun olduğu 10 ölkə arasında Azərbaycana qonşu olan 4 ölkə Türkmənistan, Türkiyə, Rusiya və İran da var. Onu da qeyd edək ki, World Prison Brief portalının son statistik göstəricilərinə əsasən Azərbaycanda məhbusların sayı təqribən 24 min nəfər təşkil edir. Əhalinin sayının 10 milyon 150 min nəfər olduğunu nəzərə alaraq hər 100 min nəfərə düşən məhbus sayı Azərbaycanda 236 nəfər olub. Portalda qeyd olunur ki, bu göstəricilərlə Azərbaycan dünyada 40-45-ci yerdə qərarlaşıb. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.